Salam hörmətli müəllimlər. Deməli biz keçən dəfə bu was were-ə baxmışdıq. Hansı ki was idi, were isə idilər idi. Məsələn, mən evdə idim. I was at home. Onlar evdə idilər. They were at home. Bu da özdə were oxunur. Yes, were. Where oxunmur. Where sözü ilə qarışmasın, please. Where deyil bu. Burada məsələn Rəna və tutaq ki Samirə olsa, orada yenə olacaq Rəna and Samira were at home. Yes, çünki bu ikisi bir yerdə they olur. Yes, bu was were idi. İndi gəlin keçmiş zaman fiillərlə olana baxaq. Demək, keçmiş zamanda fiillər iki yerə bölünür. Qaydalı, pravilniye, и qaydasız, nepravilniye. Qaydalı fiillər odur ki, fiilin sonuna id artırırıq. Qaydasız fiillər isə kökündən dəyişir. Yəqin ki, bilirsiniz, məsələn, go, went. Birinci qaydalı fiillərə baxaq. Deməli, məsələn, ask fiili soruşmaq. Sonuna idi artırırıq. Olur soruşdu. Və yaxud da soruşdum, soruşduq. Və yaxud da məsələn start fiili. İdi artırırıq. Olur başladı. Yes, və bir neçə fiillər var. Bunları ancaq əzbərləmək lazımdır ki, hansı fiillər qaydalıdır, hansı fiillər qaydasızdır. Keçmiş zamanın o cəhəti yaxşıdır ki, burada fiilin sonuna s qoyulmaq məsələsi yoxdur. Yəni, bütün şəxslərdə I asked, you asked, he asked, she asked hamısında eyni olur. Burada sadəcə oxunuş qaydasına fikir vermək lazımdır. Deməli, əgər fiil ilə, özü fiil ilə bitirsə, məsələn, arrive fiili, çatmaq. Burada sadəcə d artırırıq. Sonra əgər fiil y hərfi ilə bitirsə, o həmişə keçdiyimiz qayda y-aya çevrilir. Tried olur, çalışdı, çatdı. Və fiillər əgər Sait, Samit belə gəlirsə, məsələn, Samit, Sait, Samit. Onda bu Samit qoşalaşır. Stop. Biri olacaq keçmişdə. Stopped. Əsas məsələ bunların oxunuşuna fikir vermək lazımdır. Çünki çox adam bunu oxunuşunda səhv salır. Yəni, əgər fiil t, d ilə bitirsə, onda bu id oxunur. Yes. Məsələn, start oxunanda belə oxunur. Started. Amma qalan hallarda və yaxud da məsələn add, yes, id əlavə elədik, oldu, oxunur, sorry. Added oxunur. Yes, yəni axırında id oxunur. Amma qalan hallarda bu məsələn wash oxunur. Washed və yaxud da arrive oxunur arrived. Yəni axırında məsələn finished, çünki bunu uşaqlar çox səhv edirlər. Finished oxunur finished. Yəni əgər sondakı samit kar samitdirsə t, məsələn washed, finished, cingirtili samitdirsə d oxunur. Yəni glukhoy zvonki samit. İndi baxaq qaydasız fiillərə. Qaydasız fiillər sadəcə əzbərləmək lazımdır. Onlar kökündən dəyişir. Onların cədvəlini sizə göndərəcəm. Məsələn, buy olur bought. Take olur took. Go, went, do olur eləmək, olur did. Take götürmək, buy almaq. Deməli, cümləni necə düzəldirik? İndiki zamanda necə düzəldirdiksə elə. Məsələn,
Biz oyuna başladık. We started the game. Və yaxud da biz oyunu bitirdik, olacaq we finished the game. Mən əllərimi yudum. I washed my hands. O əllərini yudu da olacaq. He washed his hands. Yes. He washed his hands. O öz əllərini yudu. Və yaxud da qaydasız fiillər də düzəltsək. Məsələn, I went to school. Mən dünən məktəbə getdim. Məsələn, I went to school yesterday. Rəna da olsa yine eyni şey olacaq. Rəna went to school yesterday. İndi baxaq görək bunların sualları və inkarları necə düzəlir. Əgər yadınızdadırsa, indiki sadə zamanda olanda cümləmizdə fiil varsa, cümlənin sualı do ilə verirdik, düzdür? Do ilə does'la verirdik və fiilin sonunda s varsa, do o s'i özünə götürüb olurdu does, fiil də olurdu şəkilçisiz. Burada da eyni şey olacaq. İndi we started the game'ə sual veririk. Onun üçün biz do'nu keçmiş zamanda işlədirik. Yəni keçmiş zamanda olan sualları did-lə veririk. Did we, artıq bu did olduğuna görə bu fiilin sonundakı start düşəcək. Olacaq did we start the game. Deməli, əgər biz didi yazmışıqsa, fiilin sonundakı şəkilçi mütləq düşməlidir. Sual formasında. Fiil keçmiş zamanda ola bilmir. Yes. İndi məsələn, he washed his hands. Sualda necə olacaq? Bir dənə öz-özünüzə fikirləşin. Did he wash his hands? Yes. Qaydalı fiil, qaydasız fiillərdə isə olur. Did I, artıq bunu çeviririk əvvəlki formasına. Olur, did I go to school? Did Rəna go to school? Çünki keçmiş zaman, cümlənin keçmiş zamanda olduğunu artıq bu didlərdən bilirik. Yəni artıq bizə fiilimizi keçmiş zamana çevirməyə ehtiyac yoxdur. İnkarda da elə. We didn't, did not və yaxud da didn't start. Yenə də fiili əvvəlki formada. We didn't start the game. Yes, və yaxud da Rəna məktəbə getmədi. Rəna didn't və yaxud da did not eyni şeydir. Go to school. To school məsələn yesterday. Amma o qaydasız fiilləri sadəcə əzbərləmək lazımdır. Yes, və bu tip sözlər də yesterday, dünən, sonra last, keçmiş sözləri ilə işlənir. Məsələn, yesterday evening, dünən axşam, last summer, keçmiş yay, yəni keçən yay. Bu qədər.